xanımlar və cənablar. Rəqəmsal mühitdə uşaqların müdafiəsi, müasir alətlər və beynəlxalq əməkdaşlıq mövzusunda keçirilən beynəlxalq konferansda sizi salamlayır. Hər birinizə konferansda iştirak etdiyinizə görə təşəkkür edirik. Bu konferans bizim rəqəmsal mühitdə uşaqların müdafiəsi, müasir alətlər və beynəlxalq əməkdaşlıq mövzusunda onların hüquqları, təhlükəsizliyi və gələcəyi naminə birgə və çoxtərəfli məsuliyyətimizin ifadəsidir. Rəqəmsal texnologiyalar bugün insan həyatının bütün sahələrini əhatə edir. İnternet, sosial media və süni intellekt artıq çoxdan texnoloji anlayışlar deyil. Onlar uşaqlarımızın gündəlik həyatının, təhsilinin, ünsiyyətinin və dünya görüşünün bir parçasına çevrilmişdir. Uşaqları bugün qorumaq, gələcəyimizi qorumaq deməkdir. Bizim bugün attığımız bu addımlar sabah daha təhlükəsiz, daha ədalətli və daha humanist bir rəqəmsal dünyanın formalaşmasına xidmət edəcəkdir. جمهوری آذربایجان دیدار کنم. از سرکار خانم بهار مرادآوا Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar Muradovaya bu görüşün təşkili və dəyərli təşəbbüsünə görə təşəkkürümü bildirirəm. Bakıya yenidən səfərim diplomatik çərçivədən daha geniş məna daşıyır. Bu səfər İran və Azərbaycan arasında dostluğun, ortaq tarixin, mədəni və dini dəyərlərə söykənən səmimi münasibətlərin təzahürüdür. Ortaq dəyərlərimizdən biri ailə institutunun və uşaqların qorunmasıdır. Uşaqların təhlükəsiz və ədalətli mühitdə böyüməsi həm milli, həm də ümumbəşəri məsuliyyətdir. Bu istiqamətdə konkret addımlar atılıb. Uşaqların hüquqlarının qorunması, təhlükəsiz rəqəmsal mühitin yaradılması və valideyn məsuliyyətinin gücləndirilməsi əsas prioritetlərdəndir. Uşaqlar gələcəyin memarlarıdır. Bizim borcumuz onlara təhlükəsiz, ədalətli və etibarlı bir mühit miras qoymaqdır. Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda onları təhlükə, əmək, bilik və qabiliyyətlərini şübhə altına qoymuş olur. İmkanlarının tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır. Biz Azərbaycan dövləti olaraq bunu əslində 4 mərhələdə görürük. Birinci, onların internetə çıxışının tam şəkildə müəyyən edilməsi, ikincisi, onların rəqəmsal təhsilinin verilməsi, üçüncüsü normativ və hüquqi bazanın formalaşdırılması və dördüncüsü isə kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsidir. Bugün Bakü'de dijital ortamda çocukların korunması başlığında modern araçlar ve uluslararası işbirliği perspektifiyle ele almak için bir araya geldik. Amacımız bellidir. Dijital dünya büyürken çocukların güvenliğini hızlıca güvence altına almak. Kıymetli misafirler, biz Türkiye olarak çocuk koruma sistemimizi sahadaki ihtiyaca dayalı hizmetlerle ve kurumlar arası koordinasyonla yürütüyoruz. Ailenin korunması ve güçlendirilmesi eylem planımız bu alanda somut adımlarımızı şekillendiren bir yol haritası niteliğinde. 2024-2028 dönemini kapsayan ve aileyi odağına almasında bir ilk olan eylem planımız ile 5 ana temasından biri dijitalleşme. Dijitalleşme sürecinde ailenin desteklenmesi. Hedefimiz doğrultusunda aile bireylerinin dijital araçları doğru ve bilinçli kullanımlarına yönelik çalışmalar yürütüyoruz. Çocuklarımızın hayallerini algoritmalara, değerlerini sahte ideallere, güzelliklerini filtrelere teslim edemeyiz. Türkiye olarak bu alanda sahip olduğumuz tecrübeyi paylaşmayı, bölgesel ve küresel işbirliğine de açık olduğumuzu özellikle ifade etmek istiyorum. Bu toplantının ortak sorumluluğu somut işbirliğine dönüştüren bir dönüm noktasına olmasını diliyorum. Toplantıya ev sahipliği yapan Azerbaycan'a ve özellikle kıymetli Bahar Hanım'a ve tüm ekibine ve katkı sunan herkese, tüm katılımcılarımıza teşekkür ediyorum. Sizleri saygıyla selamlıyorum. Rəqəmsal texnologiyalar artıq uşaqlarımızın həyatının ayrılmaz bir hissəsidir. Onlar öyrənir, oynayır, ünsiyyət qurur və öz dünya görüşlərini genişləndirirlər. Amma bu imkanlar yeni çağırışlarla da gəlir. Kiberbullying, zərərli məzmun,
onlayn təcavüz və şantaj uşaqların qarşılaşdığı təhlükələrdən yalnız bir neçəsidir. Bu yanaşma həm təhlükəsizlik, həm də uşaqların fəal iştirakını təmin edir. Bu konfrans bütün tərəfləri bir araya gətirərək uşaqlarımız üçün daha təhlükəsiz və inklüziv rəqəmsal mühit yaratmaq üçün böyük bir fürsətdir. Gələcəyimiz uşaqlarımızın təhlükəsizliyindən asılıdır. Hər bir uşaq Azərbaycanın hər güşəsində rəqəmsal dünyada inamla, təhlükəsiz və ləyaqətlə hərəkət edə bilməlidir. Bugün burada yalnızca teknolojik gelişmeleri değil, çocuğun üstün yararını, insan onurunu ve aileyi merkez alan ortak bir sorumluluğu konuşmak için toplanmış bulunmaktayız. Çünkü dijital dünyada çocuklarımız için büyük fırsatlar sunduğu kadar yeterli koruma sağlanamadığında ciddi tehditleri de bünyesinde barındırmaktadır. Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhuriyet Meclisi olarak dijital dünyada çocuk haklarına ilişkin özel bir komite kurmuş olup bu komiteye üniversite mensuplarını, meslek örgütlerini, ilgili paydaşlarını davet edip bir komite oluşturup çalışmalar başlattık. Bu çalışmalar gösterdi ki siber zorbalık, dijital istismar, kişisel veri ihlalleri, zararlı içerikler ve algoritmik yönlendirmeler artık bireysel değil, toplumsal bir sorun haline gelmiştir. Çocuklarımızın dijital dünyada daha güvende, onurlu ve haklarıyla var olduğu bir gelecek için birlikte çalışmaya, birlikte sorumluluk almaya ve birlikte hareket etmeye devam edeceğimizi vurgulayarak hepinize saygılarımı, sevgilerimi sunuyorum. بلا ضوابط أو رقابة يعرض الأطفال لمعلومات مضللة ومغلوطة. Rəqəmsal mühit bugün uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin nəzarətsiz və maarifləndirməsiz rəqəmsal məkan uşaqların təhlükəsizliyi, psixoloji inkişafı və ailə dəyərləri üçün ciddi risklər yarada bilər. Bu səbəbdən uşaqların rəqəmsal mühitdə qorunması fərdin, cəmiyyətin və dövlətin ortaq məsuliyyətidir. Bir çox ölkələr bu istiqamətdə hüquqi mexanizmlər, maarifləndirici proqramlar və milli strategiyalar həyata keçirir. Əsas məqsəd uşaqları risklərdən qorumaqla yanaşı, rəqəmsal texnologiyalardan təhlükəsiz, faydalı və məsuliyyətli istifadəni təşviq etməkdir. Today's high-level discussion. Rəqəmsal texnologiyalar artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsidir. Onlar öyrənir, ünsiyyət qurur, oynayır, kimliklərini kəşf edir və dünyanı başa düşürlər. Amma bu imkanlarla yanaşı yeni risklər də ortaya çıxır. Bu risklər xüsusilə əlilliyi olan uşaqlar, valideyn himayəsi olmayan, müəssisələrdə yaşayan və aşağı gəlirli ailələrdən olan uşaqlar üçün daha ciddi təhlükə yaradır. Rəqəmsal təhlükələr qlobaldır və onların qarşısını yalnız beynəlxalq əməkdaşlıqla almaq mümkündür. BMT uşaqların hüquqlarının rəqəmsal dünyada da tam qorunması prinsipinə əsaslanır. Biz qlobal standartlar təyin edir, ölkələrə qanunvericilik və siyasət dəstəyi göstərir, tərəfdaşlıq və koordinasiyanı gücləndirir və uşaqların səlahiyyətləndirilməsini təşviq edirik. Uşaqlar pasiv qorunma alıcıları deyillər. Onlar fəal rəqəmsal vətəndaşdırlar və onların fikir və iştirakları yaşlarına uyğun şəkildə nəzərə alınmalıdır. Azərbaycanda BMT milli institutlarla birgə uşaq üçün təhlükəsiz, inklüziv və hüquq əsaslı rəqəmsal mühit yaratmağa hazırdır. Gələcəyimiz uşaqların təhlükəsizliyindən asılıdır. Hər bir uşaq, hər yerdə, rəqəmsal dünyada inamla, təhlükəsiz və ləyaqətlə hərəkət edə bilməlidir. Rəqəmsal mühit uşaqlar üçün böyük imkanlar yaradır, amma çətinliklər də mövcuddur. Dövlətlər bu sahədə lider olmalı, amma tək hərəkət edə bilməzlər. Effektiv irəliləyiş üçün beynəlxalq təşkilatlar, biznes, vətəndaş cəmiyyəti və uşaqların özləri ilə əməkdaşlıq vacibdir. Süni intellektin uşaqların hüquqlarına təsiri böyükdür. Ən önəmli məsələ isə uşaqların özləri ilə işləməkdir. Onlara düzgün istiqamət göstərmək və təhsil vermək.
onların gələcəkdə internet və süni intellekti faydalı şəkildə istifadə etmələrini təmin edəcək. Bir daha Dövlət Komitəsinə təşəkkür edir. Bu əhəmiyyətli tədbirin uğurla baş tutmasını qeyd etmək istəyirəm. During COP29, to foster joint efforts with ISISCO, İSESCO-da uşaqlar hər zaman fəaliyyətimizin mərkəzində olub. Biz inanırıq ki, gələcəyin inkişafı və sülhsevər cəmiyyət yalnız onlar qorunduqda mümkündür. Tədqiqatlar göstərir ki, dünyada internet istifadəçilərinin 1/3 uşaqdır və COVID-19 dövründə onların onlayn fəaliyyəti xeyli artıb. Bu isə rəqəmsal təhlükəsizlik məsələsini daha da aktuallaşdırır. İSESCO bir sıra təhsil və sosial təşəbbüslər həyata keçirir. Ailələr və məktəblərlə əməkdaşlıq edir. Məqsəd yalnız riskləri tanıtmaq deyil, həm də qorunma və təhlükəsizlik vasitələrini təqdim etməkdir. Beynəlxalq əməkdaşlıq və texnologiyadan düzgün istifadə uşaqların qorunması üçün çox vacibdir. Hökumətlər, təhsil müəssisələri və texnologiya şirkətləri birgə çalışmalıdır. Nəticədə İSESCO hər zaman yeni əməkdaşlıqlara açıqdır və uşaqların hüquqlarını qorumaq, onların mərkəz olduğu proqramlar həyata keçirmək üçün hazırdır. Gələcək nəsillər üçün təhlükəsiz və güvənli mühit yaratmaq əsas prioritetimizdir. Hamınıza təşəkkür edirəm. digital violence is no longer an abstract concept.